Belə bir sual yaranır və bu sualın cavabında, ətrafında görkəmli şəxsiyyət, böyük bir imam İbn-i Qayyim rahimehullah çox nəfis bir cavabla öz kitabında bunu cavablandırır. Gəlin bu sualı əvvəlcə gətirək, hətta o sualın nəticəsi olan bu kitabın səmərəsindən faydalanaq. Sizcə Adəm əleyhissalam o meyvəni yeməsəydi də nə olardı? Hamımız cənnətdə oturacaqdı bu saatca. Dünyanı heç kim görməyəcəkdi. Elə deyil. Çünki hamınız, atanız Adəmin belinin içindəydi. Onun belinin içində olması dəlil göz qabağında. Səhih Buxarıda keçir, həmçinin Müslimdə gerisində. Allah Subhanahu taala Arafada Adəmin belinə məs çəkdi. Və onun onurğasından bütün zürriyyətini zərrə şəkildə düzdü. Və dedi, Ələstu bi Rabbikum? Sizin Rəbbiniz mən deyiləm. Qalu bələ. Dedilər, bəli. Və bu hədis əsli Quran-ı Kərimin Əraf surəsində öz təsdiqini tapır. Yəni biz hamımız Adəmin belindəydik. Həmçinin əqli dəlillərdən bizim burada mövcud olmamız, hamımız Adəmdənik. Vəl-Ədəmu minət-turab. Adəm də torpaqdandır. Adəm o meyvəni yeməsəydi, fikirləşin, yeməsəydi, hamımız bu saçda cənnətdə oturmuşduq. Hamımız. Bəs kafirlər? Kafirlərdir. Bəs kafir mömindən seçən nə idi? Heç nə. Onda sual çıxır. Adəm o meyvəni yeməli idimi? Sual doğurur. Görəsən yeməsəydi nə olardı? Vallahi Adəm əleyhissalamın o meyvəni yeməsi Həvva ilə bərabər əzəldən ilahi təqdirdə idi. Dəlil də Səhih Buxarıda keçir. Meyracda, ruh dünyasında Musa ilə Adəm höcətləşir. Musa əleyhissalam Adəmi qınayır. Deyir, ey Adəm, sən o ağacdan niyə yedin? Yəni sən yedin, bu müsibətlər bundan sonra başladı. Adəm əleyhissalam övladı olan Musa Kəlimullahı bağlayır. Deyir, ey Musa, Allahın əzəldən təqdiri etdiyi bir şeyə görə məni qınayırsan. Allahın əzəldən təqdir etdiyi bir şeyə görə məni qınayırsan. Yəni bu əzəldən təqdir olmuşdu. Və vallahi, doğrusu Allah bilir, o ağac ilə ona görə yaratılmışdı cənnətdə. Əslində o cənnət ağacı deyil belə baxanda. Cənnətdə qadağı yoxdur axı. وَالشَّجَرَةَ الْمَلْعُونَةَ فِي الْقُرْآنِ Cənnətdə lənətlənmiş ağac ola bilməz. Əsla o ağac məqsəd yönlü cənnətdə yaratılmışdı. Və Allah Subhanahu ilahi təqdirindən, hikmətindən idi ki, Adəm və Həvvanı iblis saptıracaqdı. Və onlar o ağacdan yeməli idilər. Hətta mən deyirəm rahat, nəticədə Allah Subhanahu mükəmməl, hikmətli, bu şah əsəri meydana gəlməlidir. İndi baxın İbn-i Qayyim faydalarını necə çıxardır. Əd-diddu şey tuzhiru ziddahu. Bir şeyin əksini görmədən onu bilə bilməzsən. Bir şeyin əksi onun mahiyyətini üzə çıxardar. İndi biz cənnətdən düşmüşük bura. Düzdür mü? Burada nə var? Vasabun və nasabun. Baş ağrı, ürək bulanma, təzik, oynayır, aşağı düşür, yuxarı düşür. Aşağı düşəndə halın gedir, yuxarı düşəndə halın pisləşir. Qarın sancıları, iç xəstəlikləri, yataq xəstəlikləri, ayağını sındırırsan, qolunu sındırırsan. Əl-hüzün, hüzün var. Vəl-kərb, vəl-kədər, kədər qüssə. Əl-humum, vəl-humum, borca düşmək, sıxıntı keçirmək, ruzu daralır, ruzu genişlənir, başqa bir fitnə, ruzu çoxalır, başqa bir fitnə, ruzu əldən gedir, başqa fitnə. Daha burada nələr var? Bunların heç bir cənnətdə yoxdur. Bu musibətlərin dadına, hamısına baxıb, səbir etmək, səbir kimi bir neməti üzə çıxartmış olur. Nəticədə Allah Subhanahu taala'nın sifətlərindən olan
Vallahu yuhibbus sabirin. Allah sabredenleri sever. Sıfatı tecelli edir. Bu isimden tecelli eden sıfatı meydana gelmesi için gerek cennetten evvelce burada düşerdin ki hatta sabir ehli olasan, sabir denilen bir şey ne olması meydana gelsin ki neticede de Allah Teala hemen o sabredenleri sevir. Yoksa Allah Subhanahu Teala bu sabredenleri sevir sıfatı tecelli etmeyecekti. Çünkü cennette bu şeylerin hiçbiri yoktu. Cennette la nasabun ve la vasabun ve la değil, cennette ne baş ağrısı var, ne ürek bulantısı var. Hatta içtiğin şaraplar ürek bulandırmır. Üzülsem kusma boğma getirmir. Başka cenlendirmir. Serhoş eləmir. Əqli qəlbdən aparmır. Həz verir. Cennette haram yoktur. Cennette hara vursan çıksan mubah, halal, hamısı halaldır. Baş ağrı yok. Ürək bulantısı yok. Sancılar yok. Həlim o nədir? Qocalmaq yok. Yorulmaq yok. Həlim o nədir? Yuxu yoktur. Yuxuya ehtiyac yoktur əsla. Yorulmaq yoktur ki de yuxu da yoktur. Təsəvvürlə. Yuxu belə yoktur. Hətta mürgüləmək yoktur deyə cennetin her dəqiqəsi nimətdir. Birdən o nimət qaçar. Mürgüləyən vaxta düşər. Yani Allah Teala seni daha mükemmel bir şekilde süzgecden geçirip daha mükemmel bir dünyaya, ahiret dünyasına qaytarmaqdan ötürü evvelce bu dünyadan geçmeliydin. Ve Allah Subhanahu Teala'nın bu şah eseri, bu yaratılma gayesi o ağacın mütləq yeyilmesinden sonra başlayabilirler ancak. Onlar qovulacaq, bura düşecekler. Burada her cürə müsibət, kərb, qüssə, hüzün, bəla, müsibət. Təsəvvürlə cennette bunların hiçbiri yoktur. Üzr istəyirəm. Kiçik, böyük ehtiyac yoktur. Tüpürmək belə yoktur. Tüpürmək belə yoktur. Tər, müsküdür. Gözəl ətirdir. Təsəvvürlə cennette bunların hiçbiri yoktur. Sen onların nimət olduğunu necə dərk edə bilərsən cennette? Bunların əksini görməmisən axı. Heç vaxt dərk edə bilməzdin. Təsəvvürlə. Cennette haram yoktur. Hara vur çıx halalın içindən çıxa bilmirsən. Cennette sen sahəndə olanlar hamısı senin halal mülkündür. Hurul ayn ve zevcat. Her xeymələrdə zövcələrin var. Hara vur çıx, hətta orada şəhvət halaldır. İndi Allah Subhanahu Teala aralarınızda kişi istəyir görsün. Və kişi qızı olanları görmək istəyir ki, şəhvətlərini Allah haram ediblər. Yalnız nikahla kifayətləniblər və nəyə ki Allah icazə verib. Qırağa çıxmırlar. Həmin o insanları digərlərinə seçməkdən ötürü bu dünyaya düşmək lazım idi. Bu dünyaya enmək lazım idi. Çünki cənnətdə bunu seçmək mümkün deyil. Cənnətdə haram yoxdur. Məhdudiyyət yoxdur. Qınaq yoxdur. Qadağan yoxdur. Nə eləsən pak, təmiz və mubahdır. Haramlar yoxdur. Qadağanlar yoxdur. Allah Teala sənin səbrini necə yoxlaya bilər orada? Bunu eləmə, onu eləmə, onu. Allah Subhanahu Teala sifətlərindən də Əl-Məlik وَالْمَالِكِ وَمَلْكِ الْمُلْكِ وَمَلْكُ الْأَمْلَاكِ وَالْمَلِيكِ Şahların şahı. Allah-u Teala'nın da mülkiyyətindən, sultaniyyətindən qadağalar qoyması, icazələr verməsi və ona təslim olunması. Orada da o görsənmir axı. Bunun əksini burada yaşamadıkça Allah-u Teala'nın məlik sifətini necə dərk edəcəkdin ki, o məlikdir. Çünki cənnətdə hər biriniz məliksiz. Başınızda taclar var. Bahal qaşlardan, qızıldan. Paltarlarınız qızıl. Bütün cəvahirat. İpək burada haramdır. Cənnətdə hər biriniz məliksiz, sultan. Minlərlə xadim və xadiməniz var sizin cənnətdə. Saraylarda yaşayırsınız. Saraylarda biri-birindən gözəl. Gözün görmədiyi, qulağın eşitmədiyi, dilin vəsf edə bilməyəcəyi, ağlın dərk etmədiyi gözəllikdə, füsunkarlıqda orada saraylar, daha nələr var. İndi sən həqiqi məliki, onun mülkiyyətinin, onun sultaniyyətini dərk eləməkdə ötürü əvvəlcə qul olmalıydın. Dünyaya düşməliydin. Və əl-ubudiyyə uca məqamdır. Allah Teala səni ubudiyyə məqamında görmək istəyir. Və bu peyğəmbərlərə hətta ən fəxir olan məqamdır. Subhanəl-ləzi əsra bi'abidihi.
Həmd olsun, münezzeh olur Allah'a ki kulunu gece ile, İsra suresi, kulu adlandırdı. Çünkü ubudiyyə, kul məqamı yüksek məqamdır. Cennette bu məqamı hiss eləmirsən sən. Əgər cennette yaşasaydın, başında tac, cavahirət içində, sultaniyyətin, hədsiz. Hətta mələklər sənin yanına qonaq gələndə icazə alırlar. Cənnəti belədir. Bunu mən demirəm, Süfyan Thawri deyir. Orada necə hiss eləyəcəkdir ki, həqiqi məlik odur. Həqiqi məlikül mulk və mulkül əmlak odur. Yəni burada ubudiyyə. Və ubudiyyə məqamı Allah Subhanahu taala'nın ən sevdiyi məqamlardan olduğu üçün Allah Taala peyğəmbərin ən ülvi məqamlarda onu ubudiyyə məqamı ilə çağırır. Elhamdülillahi'llezî enzele ala abdihil kitab. Hamd olsun Allah ki kuluna kitabı nazil etti. وَلَمَّا قَامَ عَبْدُ اللّٰهِ يَدْعُوهُ. O zaman ki bizim kulumuz kalktı ibadet etmeye. Kulumuz. Bir kulun Allah'a kulluk, ubudiyyə, iftikarını erz eləməsi o kulun en ülü məqamıdır. En şerif məqamıdır. Allah talqatında en ülü məqam. Bu məqam təcelli olsun diye insan dünyaya düşməliydi. Çünkü ahirette bu mümkün değil. Aslında o ağaç məqsədünü yaratılmıştı. Ve ondan Allah Taala'nın əzəli ilahi təqdirində yeyilmək yazılmışdı ki Allah Taala bu şah əsəri təcəlli olsun. Allah Subhanahu Taala'nın bize məlum olan 99 ismi var. Diğer isimleri kıyamet günü. Diğer isimleri ahirette. Diğer isimleri gizlidir. Belki elə isimler var ki hiç açılmayacak. Çünkü açılsa da dərk eləməyəcəksiniz. Çünkü hiç benzeri yoktur onun. Təkcə bu 99 ismin hamısı ki bu dünya için bunlar kifayətdir. Açılsın diye dünyaya gelmek lazımydı. Ne için? Bəli, rəzalətə düşməliydin. Günaha batmalıydın. Sonra gizli xəlvətdə günah etdiyin yerdən qalxıb gedib dəstəmaz almalıydın. Hönkür ağlayıb sızlamalı, tövbəli, Allah'tan bağışlama istəməliydin. Onda Allah Teala'nın Ət-Tevvab sifəti təcəlli edəcəkdir. Onu biləcəksən Allah Subhanahu Tevvab ismi var. Tövbələri sevən, tövbələri qəbul edən. İnnallah yuhibbut tevvabin vel mutatahhirin. Allah Teala şübhəsiz ki çok tövbə edən. Çok tövbə edən ne deməkdir? Demək ki çok günaha batırlar ki çok tövbə edirlər. Cənnətdə bu mümkün deyil. Cənnətdə günaha batmaq şansı yoxdur. İmkaniyyəti yoxdur. Allah Subhanahu Teala bu 99, təkcə 99 digər isimlər hələm yox. Təcəlli etsin deyə bu dünyaya gəlmək lazım idi. Hətta günaha batasan, çökəsən, rəzil olasan və sonra tövbə eləsən, Allah'a qayıtasan. Onun önünde sızlayasan, ağlayasan. Hatta Allah Subhanahu Teala'nın Tevvab sifəti. Ar-Rauf, El-Afu, affeden, keçən. Allahu Ekber. Səbir etməsi, həmçinin misal. Və digər bütün isimlər və sifətlər bu şəkildə təcəlli edir. Bakın, bu dünyada Adem'in zürriyeti ikidir. Cennet ehli ve cehennem ehli. Öyle değil mi? Kafir bendeleri, iman etmiş bendeleri. Düzdü mü? Şimdi tesevvüleyin, Adem aleyhisselam zürriyeti ahirette, yani daha doğrusu zürriyeti cennette ışık yüzü görse, dünyaya gelmese, kafir kardeşleri, bacılarını, müminlerden necə seçeceksen? Hamı Allah'ı görür. Cenneti hak etmek lazımydı. İbnül Qayyim bu risalene bile başlayır. Allah-u Teala Adem'i daha mükemmel bir şekilde oraya qaytarmaqdan ötürü hikmetiyle onu buraya düşürtmüştü. Daha mükemmel şekilde qaytarmaq için. Onu ve zürriyetini. Şimdi bakın misal çekeyim size. Təsəvvür bu dünyada ne çok Allah'ı inkar edenler var. Öyle değil mi? Ve in tuti' aksara men fil ardı yudillike an sabilillah. İnsanların ekseriyetine məhəl qoysan, səni Allah'ın yolundan saptırarlar. Onlar çoxlu təşkil edirlər. Hindusu var, Buddisi var. Müxtəlif özündən din icad edirlər. Allahsızları, ateistləri, deistləri, daha. Düzdürmü? Onlar çoxlu təşkil edirlər. Və Allah'ı əsla inkar edənlər var. Mən görmürəm deyir. Mən onu hazırda görmürəm, eşitmirəm. Sənsə subhanallah imanda elə bir dərəcəyə çatmışsan ki, sanki onu görərmiş kimi, eşidən kimi ibadet edirsən. Gecənin bir vaxtında dəstəmaz alıp xəlvətdə Allahla tək başına qalanda, onun huzurunda, onun kitabını oxuyanda, dərk eləyəndə müraciə edib, ilha edib,
ısrarla dua eləyəndə, secdede ağlayanda sen onun yanında olursan, ona yakın olursan, onu çağırırsan, onu hiss edirsən. Hələm sən eşitməyə. Gör, birbaşa eşitsəydin necə olardı? O cənnətdədir. Birbaşa görsəydin, söhbət olsaydı necə yerlərdi? Axı kafirlər bunu haqq eləməyiblər. Onlar bir dəfə hələm süzgərdən keçməliydilər. Liyəmizallahul xabitə minət-tayyib. Allah Teala pisliklərdə yaxşılıqları seçmək üçün. Adam deyir ki, mən onu görmürəm. Nətər şəhadət eləyib? Bunun cənnətdə ne işi var? Bu cənnətlik deyil axı. Ne olsun ki orada yaratılıb? Atasının belində. Ora layiq deyil. Cənnətdə hamı Allah'ı görür. Hamı. Cümə günü Allah Teala bütün cənnətin dərəcələrindəki olanları Əffiyah vadisinə qonaq ediyor. Hər cümə. Bütün cənnətin dərəcəsində olanlar hamı Allah'ı görür. Bu dünyada görməyə iman edeceksen, görməyə, canlı eşitməyə şehadet edeceksen ki, hətta o dünyada ora daxil olmağın haqq olsun. Ora darul qarar, əbədi qərar yerdir. Bura darul məmar, keçici yerdir, keçid yeridir. İndi təsəvvür edin, həmin o bəndələr, təsəvvür edin, yəni biz onları seçə bilmərik qiyamət günü. Cənnətdə əgər bir başa orada olsaydılar. Düz hamı görür Allah'ın. Siz bilirsiniz Adem Aleyhisselam necə yaratılmıştı? İbn-i Qayyim Rahimullah bunu elə həmin əsərdə gətirir. Miftah Darüs-Səadə kitabında. Dedi ki Allah Teala Cəbraili göndərdi. Dedi get yerdən qum gətir. Bizim bünövrəmiz qardaşlar cənnətdəki qumdan deyil. Bizim bünövrəmiz tapdaladığımız ayağımızın altında olan bu torpaqdakı qumdandır. Bilirsiniz onu. Cəbrail Aleyhisselam gəlir və torpaqdan qum götürür. Bu qumun içində olur sarı, qara, qırmızı, çəhrayı, boz, çıngıldaş, şüşə, hətta kəsici alətlər olur. Təsəvvür edin. Cəbrail Aleyhisselam bu qumları toplayır. Və gətirir hara? Adın bağlarına. Haradaki Adem yaratılacaq. Əmr olunur və onun üzərində su dökülür. Bu qumun içində müxtəlif qumlar var. At-tayyib vəl-xabis. Pak və pis. Təmiz və çirkli. Yarayan və yaramayan. Və sonra bu tərkib olan şey var. Adəmdə nə edəcəkdi? Özünü göstərəcəkdi. Birinci Adəm sözün mənası torpaqda olan bu rənglərin hamısının qaçışıq adıdır. Bilirsiniz onu? Həmin bu rəngləri qaçışdır. Torpaqda olan bu rənglər hamısını topla bir ara qaçışdır. Sonra rəssama bunun adı nədir? Rəssam deyəcək ki, oxra rəngi. Rəssamlarda bu oxra rəngidir. Onlar oxra rəngini bölürlər. Oxra, Qafqazki, oxra, Zakarpatski adlar var da. Biri aşağı, biri tünd, biri tünd, biri lat tünd. Bu torpağın rəngləridir. Hətta rəssamlar üçün bu rəngi əldə etmək asan iş deyil. Onun içində sarı mütl olmalıdır, qırmızı olmalıdır, biraz çox az qara olmalıdır, biraz çəhrayı olmalıdır, bütün rənglər olmalıdır. Allah Teala Cəbrailə əmr eləyəndə Cəbrail Aleyhisselam bu qumu gətirir. Bunun tərkibində bunların hamısı var. Bunlar hamısı süzgəcdən keçməlidir. Necə Allah Subhanahu buyurur ki, "Liyəmizallahul xabitə minət-tayyib." Allah Teala pislikləri yaxşılıqdan ayırsın. Bunların içərisində iman edənlər var. Görməyə, eşitməyə şəhadət edənlər var. Bəl bunların içərisində Allah yolunda döyüşüb canlarını qurban edənlər var. Cənnətdə döyüş var, sual edirəm. Şəhadət var. Bəs Allah Subhanahu buyurur ki, "İnnallaha iştara minel mu'minina anfusahum ve amwalahum bi enne lehumul cenneh." Allah cənnət müqabilində, qarşılığında möminlərdən satın almışdı. Onların canını və malını. Mükafat əslə cənnətdir. Allah Teala onun yolunda qurban öz canını verənləri sevir. Cənnətdə bu mümkün deyil. Gərək bu dünyaya gəlməliydi. Allah yolunda döyüşməliydi. Canını qurban verməliydi ki, hətta Allah Teala'nın övliya, dostları və sevdiklərinin olmalıdır. Yaxşı, yer üzərində Ənbiya və Murselin var. Allah Teala'nın ən seçdiyi, məxsus özü üçün seçdiyi, sevdiyi qullar var. Onlar orada olmayacaqdı. Elə deyil. Cənnətdə orada olmayacaqdı. Risalə kimə gələcəkdi? Kimə peyğəmbər gələcəkdir? Və bu peyğəmbərlər necə hədislərdə gəlib, Allah Teala yerlər və göyləri 50 il yaratmamışdan öncə ruhlar içərisində bu peyğəmbərlərin ruhunu məxsus seçib özü üçün. Bunlar ən pak, ən ülvi, ən təmiz ruhlardır. Peyğəmbərlərin ruhları. Fikir verin.
Yani gerek bu dünyaya gelesen ki hatta o peygamberler gönderilsin. Düz değil mi? Yani cennette bir baş olsaydı onları hiç fakir insanlar görmeyecekler. Onlar seçilmeyecekler insanlar arasında. Allahu Ekber. Ve netice itibariyle bunlar ve diğer sonsuz hikmetler var ki bəzilərini Allah Teala kiməsə açır, bəziləri açılmıyor, bəziləri açıla duracaq. Bunlar həmin o mələklərin suallarının cavabıydı. Bir zaman mələklər dedilər ki, ey Rabbimiz, yer üzerinde elə bir şeyler yaratacaksan ki, elə bir kəslər yer üzerinde qan tökəcək, fəsad tökəcəklər. Sualın cevabı ne olmuştu? Qale inni a'lemu ma la ta'lemun. Ben sizin bilmədiklərinizi bilirəm. Mələklər indi baxır hal-hazırda. Baş verdikçe nəzər salırlar, tamaşa edirlər və bilmədiklərini indi bilməyə başlayırlar. Allah Teala bunları yaratmamışdan qabaq bilirdi. Bu Allah Teala'nın əzəli və əbədi mükəmməl elmi haqqında da xəbər verir. Baş verməyən şeyləri də necə olmasını bilirdi. Çünki bunlar fikirləşirlər ki, yani Allah Teala yer üzərində xəlifə yaratacaq. Əvvəlcə onun bir nömrəsini torpaqdan götürdü, yerdən, sonra onu cənnətdə yarattı, sonra cənnətdən qovulacaq yerə. Dedik ya Rab, onlar yerine fəsad törəcəklər, qan tökəcəklər. Allah Teala həqiqətən mən sizin bilmədiklərinizi biləm. İndi mələklər nələr görürlər? Mələklər görürlər ki, Allahın qulları arasında elələr var ki, mələk dərəcəsinə qalxa bilir. Mələklər heyrandır. Mələkdə şəhvət yoxdur, etiraz yoxdur, tamah yoxdur, nəfis yoxdur. Təbii ehtiyacların heç biri yoxdur. Mürgü yoxdur, yatmaq yoxdur, yorulmaq yoxdur. Bunlar hiçbiri yoktu. Kim bunları, nefsini ram eləyərsə, ayaqlarının altına alarsa, melek derecesine kalkar. Hatta meleği ötür. Çünkü melekte bu şeyler yaratılmayıp. Melekler bakırlar ve deyirlər ki, ya Rab, mə qadarnaki haqqa qadrik. Bağışla bizi. Biz seni hakkıyla təqdir etmədik. Və mə abədnəkə haqqa ibadetik və səni hakkıyla ibadet edilmədik. Və mə şəkərnəkə haqqa şükrik və səni hakkıyla şükrünü verebilmədik. Qal inni a'lemu ma la ta'lemun. Həqiqətən sizin bilmədiklərinizi mən bilirəm. Və Allah Subhanahu onların bilmədikləri indi təcəlli edir. Onlar görürlər ki, subhanallah. Allah yolunda canını qurban verməyə hazır olanlar var. Allah'ın elə qulları var ki, subhanallah. Allah'ı sanki görərmiş kimi ibadət edirlər. Bu necə olur? Ona görə bir hədisdə, o hədisdə İmam Buxari hədislərindəndir, ən gözəl hədislərindəndir. Allah Teala'nın seyyah melekleri var. Yer üzerine dolaşarlar. Zikir hilakaları, inşallah böyle bir hilakalardan bir hilaka. Meclislerini aktararlar. Her iki taptılar, kanatlarını salarlar. Ve orada olanları sonra dönüp qayıdarlar, Allah'a söyleyerler. Allah Teala bildiği halde onlardan soruşar. Kullarım neden danışırdı? Deyirlər ki, ya Rab, onlar seni zikredirdilər, yani seni anırdılar. Meğer onlar beni görürdülər. Cevabında yok, ey Rabbimiz. Onlar seni görmürlər. Bəs görsəydilər necə zikr eləyərdilər? Bax, mələklər təcrübləndirən dünən verdikləri sualın cavabı binlərdir. Onlar gəldilər, Allah'ı əsla mələklərdən fərqli olaraq görməyə, canlı eşitməyə, onu zikr eləyən bəndələr görəndə mələklər heyran olur. Bu necə olur? Ona görə mələklər orada qanatlarını çırpır, qanatlarını yerə salır. Ve oranı əhatə edir, oraya səkinət nazil olur. Orada olan, mecliste olan, hətta yoldan keçən yad insan belə bağışlanır. Meclisin şərəf məqamına görə. Digər Buxarinin hədisində Allah Teala deyir ki, ey mələklərim, şahid olun ki, orada olan hər kəsi bağışladım. Mələklərdən biri, ey Rabbim, ey Rabbimiz, burada yad olan birisi var. Meclis əhli değildi. Yoldan keçirdi, dostu orada gözlüyordu. Qıraqda gözləməkdən dil içəridə gözləyərəm. Oturdu, o da o gözlədi. Dostu gələndə götürdü, apardı. Allah Subhanahu bize ne deyir? Ulaike qavmun la yashqa celisuhum. Onlar elə bir toplumdur ki, onlarla oturan bədbəxt olmayacaqdır. Onlarla oturan itirməz. Onlarla oturan hiçbir zaman bədbəxt olmaz. La yashqa qavmun. Həmin hədisə qaydaq. Onlar nə istəyirlər? Allah Teala bildiği halde onları soru-sual tutur. Melekler, ey Rabbimiz, onlar cennet hakkında danışırdılar, cenneti istediler. Meğer onlar cenneti görürdüler. Yok ya Rab, onlar cenneti görmürdüler. Allah Teala cevabında, görseydiler nece istəyərdiler.
Allahu Ekber. Bəs onların qorxduğu bir şey vardı. Allah Teala bildiği halde onlardan soruşur. Melekler cevabında bəli Rabbimiz, onlar cehennem odundan korkurdular. Meğer onlar cehennem odunu görürdüler. Yok ya Rab, onlar onu görmürdüler. Görseydiler nece Allah'a sığınardılar. Onlar elə kullardır ki, onlarla oturan hiçbir zaman peşman olmaz. Aslında bu hikmetler çoktur kardeşler. Bu hikmetleri sahip kurtarma olmaz. Yani insanın bu dünyaya gelmesi. Şimdi təsəvvürlə kıyamet günü qopdu. Fərikun fil cenneti ve fərikun fil sa'ir. İki isimdir. Bir hissesi cehenneme gelecektir. Adem'in zürriyetidir. Hemen belinde olanlar. Ve bir hissesi cennete gelecektir. Üçüncü isim de vardır. Üçüncü isim, onlar cennet ehlidir. Ehl olarak oranın ehlidir. Ama günahları onları cennette iptidaen bırakmır. Namazı sehnenkarlık edirlər. Gah kılırdılar, gah terk edirlər. Kılaram inşallah diyenlerden idiler. 60 yaşında kılaram diyenlerden idiler. Kebair ehlidir, büyük günah sahipleridir. Pulum çoxalıb amma vermək ağır diye. Adam da 50 bin zekat çıxardar. Ağır gelir onu çıxartmaq. Kebair ehlidir. Ha? Həc boynuna vacib olur. Getmir. İli ilə satır, əcəl gəlir onu aparır. Yəni bu nədir? Şarab içir, tansoya gedir, musiki meclislerinde olur. Ama Allah sevir, Resulünü sevir. Deyir, mən də müsəlmanım, mən də müminim. Bunlar Allah-u Teala'nın onlardan tələb ettiği vacibləri getirmediklerine göre cennete iptidaen giriş qadağandır onlara. Əks halda Allah Teala'nın ədaleti orada pozulur. Onlar girməli, odda getirmedik vaciblərin cezasını çəkməlidirlər. Labithine fiha ahqaba. Ahqabenin tefsirinde gəlib ki, hukub 80 ildir. Her fərzi 80 qatına vurun. Bir qılmayan namaz 80 ildir. Bir qılınmayan, qəsdən tərk olmuş namaz 80 ildir. Labithine fiha ahqaba. Bu da Allah'ın kamil ədalətindəndir. Kafir deyəcək ki, ya Rab, mən də qılmırdım, bu da qılmırdı. Bu nətər oldu? Bir var kökündən İslamdan çıxartmaq, o təkfirçilərin əxlaqıdır. Bir də ki, yox, heç kim onları müjdələmir ki, olan vəziyyəti əla olacaq. Gedin kef eləyin. Bəziləri deyək kimi yox. Elə də deyil. Bunlar ibtidaən cənnətə mən edirlər. Giriş qadağandır. Cəhənnəmə düşəcəklər. Gətirmədiyi fərz, Allah'ın tələb etdiyi hər bir vacibin kəfarəsini odla təmizlənəcəklər. Zina edənlərdə zinanın ləzzətini, həzzini, bədənin odunla, tamamilə, bütün ağrılarla ancaq kəfarəsi elədir. Qiyamət günü, əgər dünyada bağışlanmasa, həmçinin ahirətdə əff olunmasa, istisnadır təbii ki. Və digər kəbair, şərab içənlər, tərk eləməyənlər, onun üzərində ölənlər və s. Bunlar da nə olur? Tam təmizlənəndən sonra sonuç olarak bunlar cəhənnəm əhli deyil, cəhənnəmə düşənlərdir. Var cəhənnəmə düşənlər və cəhənnəm əhli, bunlar müxtəlif şeylərdir. Sonra axırda bunlar da çıxır, gelir. Ama çok yubanırlar, çok yubanırlar. Tamam mı? Bir de var ki, subhanallah, təsəvvürləyin, namazları tərk eləmirdi, bu müsibətdir. Deyəcəm ne üçün? Zəkatını da vaxtında verirdi, artılamasıyla. Bura kimi yaxşı gəldi. Həcci də vaxtını eləmişdi. Bütün rükunlar yerində edilmişdi. Amma dəhşət kibir vardı qəlbində. İnsanlar yuxarıdan aşağı baxardı. Hep onlar dilinə sancardı. Öz bahalı maşına minəndə yuxarıdan aşağı baxıb maşın içində qeybət ilə gedərdi. Yəni də bunlar və s. və s. Bu kibir onun qəlbindən çıxmadıqca elə şəkildə ölərsə ibtidaən başlanğıc olaraq cənnətə girməsi qadağan edilir. Hədisdə qəlbində zərrə qədər miskal kibir olan cənnətə girməyəcəkdir. Yəni ibtidan ilkin olaraq girmək qadağandır. O cəhənnəmə düşməli, qəlbindəki o kibir tamamilə yuyulub təmizlənməli, işgəncə və əzabla peşman olmalı. Nəyi var? Tərtəmiz olmalı, gül balı, ağıl olmalı. Ondan sonra cənnət əhlinə uyğunlaşdırılandan sonra ən mükəmməl şəkildə təzədən cənnətə qaytarılmalıdır. Buna da qoş həsəd eləyənləri. Buna da qoş kin-küdarə bəsləyənləri. Buna da qoş nəmmamları, dostları, qardaşları, möminləri bir-birindən ayıranlar. Qoma əqrabanı bir-birinin arasına vuranlar. Qattatları. Lə yədxul cənnətəl qattat. Hədislər var. Lə yədxul cənnətəl nəmmam. Nəmmam cənnətə girməz. İbtidaən. İlkin olarak girməz. İlkin olarak onlara giriş məndir, qadağandır.
həsəd eləyənlər, nəmmamlar, söz gəzdirənlər, iftira yaxanlar, böhtən yaxanlar, həmçinin yalançılar. Siz düşünürsünüz ki, bunlar balaca əməllərdir, bunlar balaca günahlardır, bunlar vallahi kəbairdir. Və insanın bütün dini ayinləri yerindədir. Telefonla oynama. İnsanın bütün dini ayinləri yerindədir. Amma insan yalancıdır. Fələ'netullahi aləl kəzibin. Əl-İmran surəsi. Balaca günah deyil. Kəbairdəndir. Dəlildir nədir? Lənət gəlib. Allahın lənəti yalancıların üzərinə olsun. Adam yalancıdır. Fantazyor, göbbaz. Yəni insana etibar ediləsi deyil. İnsan belədir. Bu insan təsəvvürlə islah olmamış, təmizlənməmiş, odda yanmamış, ağıllanmamış, gül balı olmamış birbaşa nə var nə və ki namazları yerindədir. Cənnətə girsə gör nəfəs törədər orada. Orada hamıya ata-atı duracaq da. O vursu da hamıya həsəd eləyəcək. Bu gərək cənnətə təmizlənsin, cəhənnəmdə təmizləsin. Girəcək orada deyəcək ki, xeyirdir o Firdosdadır, mən xulddayım. Yox. Təsəvvürlə, bu gərək orada girsin, yansın, ağıllansın, gül bal olsun, tərtəmiz olsun. Ondan sonra onu geri İbn-i Qayyim bunu kitabın əvvəlində gətirir. Beləcə Allah Teala Adəmi və onun zürriyyətini daha mükəmməl bir şəkildə qaytarmaq üçün dünyaya göndərmişdi. Fikir verin. İndi biz möminlərin misala keçdik. Adam iftira atandı. Şərbazdır. İnsanlar şərləyəndir. Böhtan atandır. Söz gəzdirəndir. Qeybət edəndir. Eybləri həvəslə ifşa edəndir. Bunun cənnəti nə işi var? Abi namazlarım yerimdə, daha qarşı tövhidim yerimdə, daha. Tamam, Allahın ədalətinə bax. Gir, qəşəngcə, odda təmizdən, tərtəmiz. Peşman ol, ağıllan, gül bala ol, ondan sonra gir cənnətə. Çünki cənnət kamil diyardır. Nöqsansız diyardır. Hər bir insanın fitrətində mömin və kafir. Həmişə sual olur ki, olmazdı ki, dünya belə olmasaydı, belə olardı. Sən Allahdan çox bilirsən. Allahdan daha elmlisən. Əslində bu ağacın yeyilmə şeyi var, bu şah əsərdir. Bunu insanların çoxsu bilmir. Sənin təxəyyül etdiyin, hətta kafirin, Andreyin, Timanın təxəyyül etdiyi o dünya var, bu dünya belə olmamalıydı, əslində belə olmalıydı. O dünyanı Allah əzəldən yaratmışdı. O dünyanın adı Darül Xuld. Əbədi diyar. Cənnəti adnin təcri min təhtihəl ənhər vəl firdəvs əl-ə'lə. O hamısı əzəldən yaratılıb hazırdır. Hətta göz aydınlıq verirəm. Dünyada sən yaratılmamışdan qabaq, dünyaya atan göndərilməmişdən qabaq o mükəmməl bir şəkildə artıq yaratılmışdı. Sən Allahdan çox bilə bilməzsən. O mükəmməli ilə vardı. Bax Allah Teala nə edir Subhanahu Teala? Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, yəni cənnəti becərin. Sahabe deyir ki, ya Rasul, cənnəti nətər becərək? Dir zikr eləyək, dikcə orada ağaçlar əkilir. La havlə və la quvvətə ilə billah, ağaçlar əkilir. Becərin. Yəni təsbih eləyirsən və saraylar tikilir. Cənnət süslənir və bəzədilir. Allah xüsus hər Ramazan ayında. Cənnət elə bir mükəmməl diyardır ki, elə mükəmməl diyardır. Adəm və onun zürriyyəti yalnız tam mükəmməlliyini qazanandan sonra oraya girəcəkdir. Və burada mükəmməllik sözün bütün mənalarındadır. Hətta bədən cəhətdən. Baxın, Adəm yaratılanda başqa cür idi. Bilirsiniz də onu. Ağacdan yeyəndə nə baş verdi? Övratı bizə çıxdı. Övratını görəndə o necə hallara düşdü? Başladı ağacın yarpaqlarını ötməyə və ağlamağa və qaçmağa. Çünki yerə yaratılmamışdı axı. Düzdürmü? Qiyamət günü Allah Teala Adəmin övladlarından kişi və qadın olaraq cənnətə salmamışdan qabaq İnnə ənşə'nəhunə inşə'ə fəcəalnəhunə əbkara urban ətrabə li ashabil yəbin. Biz qiyamət günü onları cənnətə salmamışdan qabaq yenidən inşa edəcəyik. Allahu Akbar. Ən mükəmməl şəkildə. Baxın, mənəvi inşası ya tövbə ilə dünyada, ya da ki odda təmizləndi. Düzdürmü? Hətta onlar çıxanda həyat deyilən bir nəhir var orada, çay var. Ora köz şəklində tullayacaqlar onları. Orada təzdən onlar yetişəcəklər. Mənəvi cəhətdə odla təmizləndi. İndi də fizioloji cəhətdən Allah Teala onları yenidən inşa edəcəkdir. Onları elə mükəmməl cisim verəcək ki, elə bədən verəcək ki, dünyada ən çirkin qadın hurul indən gözəl olacaq. Dünyada yaratılmış ən çirkin qadın
Hurul indən gözəl olacaqdır. Təsəvvür nə deməkdir? Halbuki hurul inin vəsfi gəlib ki, yaylağını nə deyirlər? Yaylıq, yaşması. Yaşmasını dünya səmasından bir dəfə belə eləyib qaytarsa, onun qoxusu, ətri, aromatı, gözəlliyi qiyamətin kim qalar? Hurul in o qədər gözəldir ki, dünya səmasına bir dəfə belə boylansa, qaytarsa, onun işığı burada qalır qiyamət gününə kimi. Bu dünyada iman etmiş, amma xilqət cəhətdən ibtila olub. Çox kifir yaratıb Rəbbi ona hikməti ilə. Şükür etdi, Rəbbinin qədərinə razı oldu, səbr etdi və qədərini qəbul elədi. Çünki bax bunun da hikməti burada açılır. Qiyamət günü həmin o mömin qadın, kamil qadın həmin o vəsf olunan hurul ini gözəlliğində tozla qoyacaqdır. Dəlildə bu ayət. İnne enşa'nahun inşa'a. Biz onları qiyamət günü yenidən inşa edəcək. Kim onları inşa edəcək? Er-Rahmanur-Rahim, El-Musavvir, El-Xaliq, El-Bari, El-Bedi'. El-Bedi' bilsin nə deməkdir? Bu sözü adətən sənətkarlar deyirlər. Sənətkar bir şey yaratan nə deyirlər? Yarattı ya, ayda. Elə demirlər. El-Bedi' sifəti Allahın sifətidir. Yaratmaq yəni. Biri var yaratmaq, elə bir yarattı ya, o söz verir çıxır. El-Bedi', Bedi' sanat. Sanat. Allah Subhanahu mükemmel bir şekilde onları yaratacak. Yeniden inşa edecek. Yeniden her birini. Cennete giren her bir kişi ve kadını. İnne enşa'nahunne inşa'a. Ve onlar hamısını yeniden subay edecek, mübakir edecek. Kişilerde, kadınlarda. Feceallehune ebkâra. Uruben etraben li ashabil yemin. Onlar o cennete girende onlar tesevvürle. Cennette onları saraylar gösteriyor. Bir saray değil. Saraylardır. Birbirine benzemir. Yaxşı, saraydan bezdim. Təbiət istəyirəm. Xeymələr də var. Palatkalar. Tamam. Yaxşı, bunu da istəmirəm. Ağacların altına yatmaq istəyirəm. O da var. Onu da istəmirəm. Suyun üstündə uçmaq istəyirəm. O da var. Onu da istəmirəm. Ən axırıncı sürətlə, su sürəti yox, işıq sürəti ilə uçmaq istəyirəm. O da var. Yəni ürəyin nə istəyəcək orada? İstədiyin şeylər də ən gözəl şeylər olacaq, mükəmməl. Allah Teala onu sənə verəcək. Sahabən biri gəldi ki, ya Resulallah, mən at yaman sevirəm. Mən istəyirəm cənnətdə at olsa. Olar, at olsun bir dənə at yaman, ata bağlayım at. Resulullah sallallahu aleyhi ve sellem deyir ki, o at yaqutdan olsa olar. Atın, sən görmürsən bəzi atlar necə möhtəşəm olur. Biraz çox gözəl olanda parıltı verir. Təsə onun parıltısı yaqut kimi olsa necə olar? La ilahe illallah. Bir sənə yaqut kimi parıldayan bir at olacaq. Allahu Ekber. Fiyhə mə lə aynun rəat. Gözün heç vaxt görmədiyi, qulağın heç vaxt eşitməyə, qəlbin heç vaxt dərk etmədiyi bir şeylər, o nemətlər orada gözlür. Rəbbim onu bizdən məhrum etməsin, biz də ona məhrum etməsin. Subhanahu Teala bu sözləri və bu İbn-i Qeymlə gələn bu nəfis faydaları eşitənlər üçün və danışan üçün faydalı etsin. Hədə və sallallahu və səllim alə nəbiyyə Muhammed və alə alihi və sahbihi ecmaîn.